Salam dostlar, bu videonu akvarium'a yeni başlayan dostlarımız üçün çəkirəm. Çünki bəzən istəmədən də olsa bəzi yanlışlar edə bilirik. Məsələn, mağazaya gedirik və halbuki evdə akvariumumuz hazır olmadan balıqları alırıq. Sonra evə gəlib krantdan suyu doldurup və direkt balıqları içərisinə atırıq. Yəni ölümlərinə səbəb oluruq. Amma bu şəkildə olmalı deyil dostlar. Biz ilk öncə akvariumumuzu qururuq. Bitkilər, qurunt, ümumən hər şeyi qoyduqdan sonra suyu əlavə edirik və filtri də əlavə edirik. Və sonra bir həftə və yaxud da bir həftə yarım bu akvarium bu şəkildə işləməlidir. Yəni filtr 24 saat. Ümumiyyətlə filtr 24 saat işləyir, yəni dayanmadan. Sonra dostlar, siz burada biobalansın oturduğunu artıq izləməlisiniz. Çünki 1-2 gün demək olar suda bulanıqlıq yaranacaq və baxsanız akvarium şüşəsində ağ ləkələr yaranacaq və hardasa 1-2 gündən sonra siz artıq bura ilbiz və krevetka əlavə edə bilərsiniz. Ondan sonra isə əlavə edəcəyiniz balıq, antitrus və onun kimi balıqlar olacaq. Və ondan sonra artıq bir həftə və bir həftə yarımdan sonra balıqları əlavə eləyə bilərsiniz. Dostlar, yenə də sualınız varsa yeni başlayanlar sizə yardımcı olmağa çalışaram. Təşəkkürlər izlədiyiniz üçün.